Mədinə şəhəri. Ey ağam, qədərilər insanların əqidələrində şübhələr yaradıblar. Canım sənə fəda olsun. De görüm Allah bəndələri günahlar eləməyə məcbur eləyir? Xeyr, Allah bəndələri günah etməyə məcbur etmir. Belə çıxır ki, Allah bütün işləri onların öhdələrinə atıb. Allah heç kəsin işini öz öhdəsinə atmayıb, elə olsaydı, o kəs həlak olardı. Bəs onda bu necə olur ağam? Nə məcburiyyət var, nə də öz başımıza buraxılmamışıq. Bu iki məsələ arasında Allahın lütfü var. Başına gələn işlərdən bəziləri ixtiyarında deyil. Allah bu işlərə görə sorğu-sual etməyəcək. Bəziləri isə sənin istək və seçiminlə bağlıdır. Bunlara görə sorğu-sual olunacaqsan. Ey mənim qövmüm, Allah yaratdıqlarını günah etməyə məcbur eləyib, sonra da onları bu günaha görə cəzalandırmaqdan uzaqdır. Allah bir şey istəsə, bu işin baş tutması onun üçün asandır. Yəni deyirsiniz ki, bu ikisinin arasında üçüncü bir məqam da var? Bəli, səma ilə yer arasından daha geniş bir məqam. Babam Əli İbn Hüseyin əleyhissalam demişdi ki, uca Allah buyurmuşdu, ey Adəm evladı, mənim istəyimlə sən istəmisən. Mənim gücümlə buyurduqlarımı yerinə yetirirsən. Neymətimlə mənə qarşı günah etməyə güc tapırsan. Səni görən və eşidən yaratdım. Sənə yetişən hər bir yaxşılıq Allahdandır. Sənə üst tutan hər bir pisliklər isə özündəndir. Mən yalnız sənin etdiyin yaxşılıqlarına layiqəm. Sən isə etdiyin pisliklərə məndən daha layiqsən. Bu da mənim sorğu-sual olunmayacağından, səninsə sorğu-sual olunacağından irəli gəlir. Mən sənin istədiklərini bu qayda ilə nizamladım.